Əməkdar artist Tünzalə Ağayeva sevgidən danışdı. Bəli, səhv eşitmədiniz, sevgidən. Xanım sənətçi hansı sevgidən, hansı layihədən danışdı? Mən də sizin qədər maraqlıyam. Elə isə gəlin birlikdə baxaq. Tünzalə Ağayevaya kim öz sevgisini etiraf etdi? Sevgi ola bilər, eşq elanı ola bilər. Mən bir insana aşıq ola bilərəm. Hər kəsin bayram abu-havası yaşadığı bir vaxtda əməkdar artist yenə də iş başındadır. İslam həmrəyliyi oyunlarının səfiri seçilən xanım ifaçı yeni bir layihə üzərində çalışır. Ən yaxşısı özündən eşidək. Necə ki, Bakı 2015-də musiqi yazmışdım. Bu dəfə də mən sakit duran adam deyirəm, bilirsiniz. Və çox sağ olsun dövlətimiz, İslam Oyunları Komitəsi dəstək oldular, bu mahnıyı bəyəndilər və gənclərə, könüllülərə həsr olunmuş bir himn yazılır mən tərəfdən. Artıq yazılıb və bugün onun çəkilişləridir. İlk günüdür, bir neçə gün oldu. Çəkiliş gedir. Çəkiliş qrupası başqa ölkədən gəlib. Bura idmanın ünvanıdır, sülsevənlərin məkanıdır, əfsanələr şəhəridir. Amma bir şey deyə bilərəm ki, bu mahnını mən könüllülərlə bir yerdə oxuyuram. Onları özüm seçmişəm, kastingdən keçiblər. Sənətçi bu mahnını və klipi sir saxlamağa qərar verdi. Biraz səsləndirmək olarmı? Yox, ixtiyarım yoxdur. Amma dediyinə görə yaxın zamanlarda bu layihənin təqdimatı keçiriləcək. Çox yaxın günlərdə sosial mediada paylaşımları başlayacaq, tizirləri başlayacaq. O zaman bəlli olacaq. Bəs görəsən bu layihənin ərsəyə gəlməsi üçün təklif kimdən irəli gəlib? Təklifi mən etdim, təşəbbüs mənimdir. Çünki səfir kimi bir çox işlər var. Auditoriya ilə görüşürəm, İslam oyunları haqqında, dəyərləri haqqında danışıram, düşüncələrimi paylaşıram və s. Yəni gənclərlə görüşüm çox olur. Müxtəlif tədbirlər olur, şəxsi görüşlər olur. Amma musiqiçiyəm də məni hər mövzu ilhamlandıra bilir. 2015 Avropa oyunlarının səfiri olmuş Tünzalə xanım yəqin yenə də belə bir gözəl layihə ilə qarşımıza çıxacaq. Tünzalə Ağayeva şöhrət üçün deyil, yalnız sənət üçün çalışdığını vurğuladı. Biri var ki, populyarlığı sevəsən. Elə zorla yox, televizorda yatım. Belə yaxşı söz var, televiziyada yatım. Yox, mən musiqini sevirəm. Mən musiqi bəstələməyi sevirəm, ifaçılığı sevirəm. Musiqidəki bütün fəlsəfəni sevirəm, incə sənəti sevirəm. Ona görə işimin dəlisiyəm, aşiqiyəm. Qaçıram çox şeydən, çox PR-dan. Həmişə istəmişəm ki, dediyim söz real olsun, gerçək olsun, etdiyim işi göstərim. Boş-boş söhbətlərdən qaçmışam, dedikodulardan özəlliklə mənlik deyil. Sənətçi öz sevgisindən danışdı. Sevgisiz həyat çox mənasızdır. Mən bir insana aşıq ola bilərəm. Ürəyimi bir adam ala bilər. Ay Tünzalə xanım, bəs ürəyinizin açarı kimdədir? Biz birini yerləşdiririk ora, qıfılını da bağlayırıq bir yolluq ömür boyu, son nəfəsinə qədər. Tapamayacaqsınız açarını, çox dərindədir.